Aha, bəli. Baxın müəllimlər, Ötmə, bəzən olur ki, aha, getmə. bəzən olur ki, müəllimlər, bax, müəllimlər elə kitabda ki, necə verilibdir, pəstahın mişarlanması, deşiklərin açılması, cilalanma, bu məsəl üçün bunu verib də ki, bir dənə nümunə kimi. Amma bu o demək deyil ki, elə bütün əməliyyatlar bu cür davam eləyir. Bizim əgər bəlkə biz belə deyim də, biz kağızdan nə isə bir məmulat hazırlamaq istəyirik. Yenə bayaqki qaydaq həmin sözə ola bilər ki, biz parçadan bir məmulat hazırlamaq istəyirik. O işimiz dəyişə bilər. Yəni o əməliyyatımız dəyişə bilər. Burada nümunə olaraq verib ki, bizə yəni biz pəstahı mişarlayırıq, sonra deşiyi açırıq, cilalayırıq ki, ardıcıllıqdır. Əgər məsələn bizə ola bilər ki, bu cür sual düşər ki, tutaq ki, bir donun hazırlanması üçün texnoloji əməliyyatlar hansılardan ibarət ola bilər? Onda biz götürürük ki, parçanın biçilməsi, sonra tikilməsi, nə bilim də ütülərin, nəm istemalının yerinə yetirilməsi, bəli. Yəni o sizi aldatmasın ki, elə məsəl üçün elə bütün texnoloji əməliyyat elə budur. Mişarlama, cilalama, nə bilim, sonra mişarlama, deşiklərin açılması, yəni nümunə olaraq bunu bizə verib də. Bizim gördüyümüz iş nəyin üzərindədirsə, hansı materialdan və yaxud nəsə bir detal hazırlayırıqsa, o detal üzərində aparılan əməliyyatların ardıcıllığı əlbəttə, bəli, müəllimə. Detal var ki, orada vurğulama ola bilər. Olmaya da bilər, tamamilə doğru, bəli. Elə pəstahımız var ki, heç biz orada, belə deyim ki, heç mişarlamağa ehtiyac duyulmaz da, bəlkə elə hazır 2 dənə detalımız var, biz onu elə birləşdirməliyik. Bəli, ona görə yəni bu ardıcılığı bəzən müəllimlər... Hə, doğru müəllimə. Bəzən müəllimlər yəni elə bilir ki, elə sırf elə texnoloji əməliyyat ancaq bunlardır. Elə bütün nə desən, məsələn başqa bir sahədən də elə gətirir mişarlanma, deşiklərin açılması, nə bilim cilalanma, rəngləmə bu cür. Yəni bu nümunə olaraq belə verilib, yəni kitabımızda. Bəs yaxşı onda daha sonra bir dənə də müəllimə sizə sual verim, keçək növbəti müəllimiyə. Deyə bilərsiniz müəllimə, bax, o hansı xəritədir ki, orada əməliyyatların icra ardıcıllığı göstərilir? İcra ardıcılıq deyəndə marşrut xəritəsi. Aha. Bax, yox, əgər mən deyirəmsə, bəli, düzdür, tək icra ardıcılıq deyirəmsə, bu marşrut xəritəsidir. Amma ümumilikdə icra ardıcılıq, əgər bunu Venn diaqramında test şəklində versələr, ardıcılığı hər ikisinə götürürük. Yəni, texnoloji xəritədə də ardıcılığımız var, marşrut xəritəsində. Marşrut xəritəsini. Bəli. İkisini eyni götürməliyik. Bəli, ortaq cəhətləri hər ikisində ardıcılığın olmasıdır. Amma sualda düşsə ki, bəs desə ki, texnoloji əməliyyatların ardıcılığı ətraflı yazılır, pəstahların qrafik təsviri göstərilir, alət tərtibatlar verilir. Bax, bu hansı xəritəmizdir? Texnoloji xəritə. Bəli, bu artıq genişliyindən, bəli, düzdür. İndi yəqin ki, belə biraz siniflər artdıqca, bir 6-cı sinifdə, 7-ci sinifdə artıq bunlara nümunə olaraq müəyyən, belə deyək, məmulatların texnoloji xəritələri verilir, yeməklərin hazırlanmasında artıq orada tam dəqiqliklə görmək olur ki, texnoloji xəritə necə hazırlanır da. Orada görürük ki, bütün həqiqətən də hər tərəfli olur da. Hansı alət tərtibatları var, onlar verilir, ardıcılıq həqiqətən ətraflı yazılır. Bax, bu texnoloji xəritəmizdir. Bəs yaxşı, onda deməli, burada Pərvanə müəllimə, siz buyurun, bəs siz deyin görək müəllimə, texnoloji proses nədir? Səsinizi bağladınız müəllimə, səsiniz əslində açıq idi. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun müəllimə, buyurun. Texnoloji proses məmulatın deməli, başlanğıc halından son hazır məmulat olana qədər gedən prosesdir. Aha, baxın müəllimə, indi burada sizə bir nüansı da çatdırım ki, bax, deyirsiniz ki, məmulatın ilk halından elə testlərdə də çaşdırmaq üçün gətirirlər əvvəl variantına, birinci və A variantına qoyurlar ki, məmulatın ilk halından son halına qədər üzərində görülən işlərin nizamlı ardıcılığı. Amma bizim əlimizdə məmulat yoxdur, axı, məmulat ən sonda olur. Bizim əlimizdə ilk nə olur? Pəstah, bəli. Onda götürürük ki, pəstahın ilk halından məmulata çevrilənə, yəni ilk halı pəstahdır, son halı məmulatdır.
Yəni pəstə halından məmulat halına çevrilənə qədər üzərində görülən işlərin nizamlı sözünü də yadımızda. Ardıcıllıq. Nizamlı ardıcıl. Çünki bəli, çünki belə deyək də, nizamlı niyə deyir? Bax məsələn bayaqlarım dedi ya ki, mişarlayır, deşikləri açırıq, cilalayırıq. Birinci olarmı ki, biz pəstahı cilalayaq, rəhləyək, sonra mişarlayaq, sonra deşik açaq? Yox. Doğru? Hə, bu nizamlılıq odur ki, ardıcıl şəkildə də, yəni hər bir tutaq ki, yenə deyim, bir stul hazırlamaq istəyiriksə, biz birinci onun texnoloji xəritədə necə ki verilib prosesdə, yəni birinci ayaqlarını, sonra oturacağını, yenə deyirəm, məsələn də, yəni istənilən bir məmulatı hamısının özünün bir ardıcıllığı var, nizamlı şəkildə. Bax, bu cür davam edən ardıcıllığa biz deyirik texnoloji proses. Aha, Pərvanə müəllimə, bir dənə də sizə sual verəcəm, keçək növbəti müəlliməmizə. Bax, müəllimə, desəm ki, desəm ki, tərəflər arasında nisbət nəzərə almaqla, lazımi ölçülər göstərməklə, əl ilə yerinə yetirilən qrafik təsvirimiz bu hansı təsvirdir? Bu texniki təsvir. Nəyə görə dedik texniki təsvirdir müəllimə? Nədən bildiniz ki, bu texniki təsvirdir? Həm tərəflər arasındakı nisbət nəzərə alınmaqla olsaydı eskiz olardı. Bəli, tamamilə doğru. Niyə? Çünki eskizin heç bir tərəfi yoxdur da. Biz orada tərəflər deyə bilmərik, axı bir tərəfli görünüşdür, düzdürmü? Aha. Tərəfli görünüşdür. Texniki təsvir isə 3 tərəfli həcmli görünür. Bəli. Bax, burada bu il deməli 2025 MİQ sualına düşmüşdü. Eskizin şəklini vermişdilər və orada müəllimlərin çoxsu çaşqınlıqla onu götürmüşdü texniki təsvirin, daha doğrusu çertyojun yəni əsas görünüşü kimi götürmüşlər. Əslində oxşuyurlar. Amma suala diqqət yetirməmişdi müəllimlər ki, əgər sualda soruşsaydılar ki, bu qrafik təsvirin hansı hissəsidir, o cür soruşardılar. Amma verirlər ki, sualda bu qrafik təsvirlərdən hansıdır? Qrafik təsvir deyirsə, artıq biz burada əsas görünüşü götürə bilmərik. Axı, əsas görünüş bir hissəsidir. Çertyojun bir, belə deyək də, və yaxud da elə texniki təsvirin də bir hissəsidir. Qrafik təsvir deyirsə, artıq bu qrafik təsvirin özüdür deməli. Bu, belə deyək, eskizdir də. Yəni, sadəcə olaraq sualı da oxuyanda həmişə diqqətli olun ki, sual, belə deyək, elə sual özü cavabını verir diqqətlə oxuyanda. Ona görə müəllimlərin çoxsu, bax, məsəl üçün o sualda adi elementar bir sualdır. Orada səhv, belə deyək, götürmüşdülər. Aha, bəs yaxşı, sonra gələk. Şamil, digər yuxarıdakı müəllimə kim idi? Müəllimə, adınız yadımdan çıxdı. Siz Sarıgül müəllimənin yanında görsənən müəllimə. Kimdir? Səsi bağlıdır. Aybəniz müəllimə. Hə, Aybəniz müəllimə. Üzrlü isə bilin, adınız nədir? Yox, adınız nədir müəllimə? Bağladınız yenə səsiniz, ay müəllimə. Müəllimə, mənə deyirsiniz, Pərvanə müəllimə. Yox, Pərvanə müəllimə, bildim sizlə danışdım. Yox, yuxarıda 41-37. Mənəm müəllimə, Ramilə müəllimə. Hə, Ramilə müəllimə. Üzrlü isə bilin, yazma adınız yoxdur deyə, yadımdan çıxır adınız. Müəllimə, qoy sizə də suallar verim. Siz deyin görək, bəs müəllimə, eskizdə detalın hansı görünüşü verilir? Bir tərəfdən görünüşü verilir müəllimə, əl ilə göstərilmək. Bəli, bir tərəfli görünüşüdür. Bəs yaxşı, onda desəm ki, o hansı qrafik təsvirdir ki, məmulatın ön, sol, üst tərəf, üst görünüşləri verilir? Çertyojda. Bu çertyojdur. Bəs yaxşı, onda çertyojda sol görünüş hansı hissədə verilir? Əsas görünüşün hansı hissəsindədir? Yəni sağda deyil. Sağındadır. Bəs üstdən görünüş, əsas görünüşün hansı hissəsindədir? Soldadır desəm. Necə? Alt hissəsində. Altında, bəli, yəni, bəli, alt hissəsində verilib, doğru. Bəs yaxşı, onda müəllimə, çertyojda biz çertyoju yerinə yetirərkən xətlərdən istifadə edirik. Bax, bu xətlər hansılardır? 5 dənə xət var müəllimə. Detalın konturu, bütöv əsas, çıxarılan bütöv nazik, ölçü göstərən bütöv nazik, ikisi də eynidir. Yəni orada bir də səhvlik var. Səhvlik deyil müəllimə. Hə. Əslində burada 4 dənə xəttimiz var. Sadəcə olaraq müəllimlər orada kitabda bizə demir ki, 5 dənə xətt var. Kitab hər xətti göstərir ki, məsəl üçün bütöv əsas hansı xəttləndi, çıxarılan, ölçü göstərən 4 cür xəttimiz var, bəli. Bəs yaxşı, onda desəm hansısa testlərdə səhv göstərirdi, 5 olmalıdır deyirdi. Yox müəllimə, bax 5 necə olsun ki, bütöv əsas xəttimiz var, bütöv nazik xəttimiz var,
Ştrixli, bir də ştrix nöqtəli də 4 dənə xəttimiz var. Sadəcə olaraq orada bizə hər xəttin özünü göstərir ki, çıxarılan xəttimiz, bax xəttin növü başqadır. Çertyojda neçə cür xətlər belə deyək, xəttdən istifadə edirik, bu başqadır. Xətlərin növü 4 cürdür. Bütöv əsas, bütöv nazik, daha sonra ştrix nöqtəli. Amma çertyojda 5 cür xəttlərdən istifadə olunur da. Yəni ölçü göstərən xəttimiz var, çıxarılan xəttimiz var, kontur xəttimiz var və bir də dəliyin görünməyən xətti, bir də simmetriya. Bəs yaxşı onda desəm ki, simmetriya xəttləri hansı xəttlərlə çəkilir? Simmetriya, ştrix nöqtəli. Bəli, simmetriya verilir ştrix nöqtəli xəttlərlə. Bəs yaxşı dəliyin görünməyən konturu? Görünməyən sözünə görə ştrixlidir, görünməyən sözünə görə qalır Bax, ştrixli. dəliyin görünməyən dedikdə ümumiyyətlə nə başa düşürsünüz? Yəni çox görünmür də, nazikdir yəqin. Yox. Olan Necə? çevrələr, dairələr. Çertyojun dairəsində olan çevrələr, dairələr. Bəli. Bax, yəni içərisi silindrik olan bir məmulatın dəliyin görünməyən, yəni orada ştrixli xəttlər verirlər ki, bunun içərisində bir belə deyək, boşluq var da, bəli. Hansı ki, bu adətən belə deyək, indi 6-cı sinifdədir, səhv eləmirəmsə, 7-dir. Orada göstərilir. Bax, yəni içərisi boşluq olan, adətən buna nələr olur? Borular falan da, yəni ki, bax bu cür detalların orada üstdən göstərirlər ki, içərisi yəni boşdur da. Silindrikdir yəni içərisi. Bax bu cürdə onda göstərilir ştrixli, yəni görünməyən xəttlər. Bəs yaxşı onda müəllimə belə bir sual da verim. Kimdə idi növbə? Ramilə müəllimə. Hə, Ramilə müəllimə sizdə idi. Bəs Ramilə müəllimə sizə desək ki, onda bir sual da verim ki, çertyoj necə yerinə yetirilir? Harda yerinə yetirilir? Vatman kağızında adi karandaşla yerinə yetirilir. Aha. Bəs yaxşı çertyojda ölçülər nə ilə göstərilir? Millimetrlə göstərilir. Aha. Bəs yaxşı onda belə bir sual da verim ki sizə, müəllimə. Çertyojda ölçülər millimetrlə göstərilir. Doğru, sizə nə isə bir sual fikrimdədir, yadımdan çıxartdım sualı. Spesifikasiya haqqında kim deyə bilər müəllimlər? Şamama müəllimə, siz buyurun spesifikasiyanı. Spesifikasiya nədir müəllimə? Spesifikasiya cədvəlindən deməli deyək ki, biz sağ aşağı tərəfində həmişə künc üzr istəyirəm. Buyurun müəllimə, buyurun. Sağ olun. Rəsm kodda işlətdik həmişə. Spesifikasiya deməli deyək ki, formatın sağ tərəfində aşağı küncündə yerləşir. Belə deyək də müəllimə, bax, istənilən qrafik təsvirin aşağı sağ. İstənilən dedikdə qrafik təsvirlərdən üçünü öyrənirik də. Çertyojda çertyojun, eskizdirsə eskizin, texniki təsvirdirsə texniki təsvirin, bəli. Aha. Üçünə bunu tətbiq edə bilərik. Spesifikasiya cədvəlində deyək ki, əsas yazı şərti burada miqyas göstərilir. Orada hansı materialın işləyəcəyi material göstərilir, məktəbin ünvanı göstərilir. Deyək ki, ondan əlavə orada işləyəcəyimiz detalların ayrı-ayrı detallardır, məmulat haqqında məlumatdır. Və burada miqyasdan söhbət gedir. Aha, yox, bax müəllimə, spesifikasiya belə deyək. 4 materialı, bəli, 4 dənə, orada elə bir 4 dənə bizə bölmə verir. Bəli, orada məmulatın adını göstərir, detalların adını göstərir, miqyası, bir də materialı göstərir. Elə bax 2 dənə m-ları, daha doğrusu 3 dənə m yadımızda saxlayıq. Məmulatın adı, miqyası, materialı, bir də detalların adı. Bax bunlar göstərilir spesifikasiyada. Bir də bax deyirik ki, burada miqyas. Bəs miqyas özü nədir? Miqyas böyük M hərfi ilə işarə olunur. Belə deyək də, əslində belə götürəndə miqyasın tərifini çıxartdıqda biz detalların həqiqi ölçülərinin xətti ölçüləri olan nisbətidir. Amma texnologiyada götürsək, o rəsm xəttədir. Amma texnologiyada götürsək, detalın həqiqi ölçüləri neçə dəfə böyüdülüb. Elə həmən şeydir də müəllimə. Normal elə bəli, məntiq etibarilə eynidir. Sözlərin yeri dəyişdi, bəli. Bəli. Böyütmə miqyasıdır. Yəni deyək ki, böyütmə miqyasıdır. Böyütmə miqyasının ən sadə yadda saxlanma üsulu həm şagirdlərimizə də deyirik. Bir ilkin yerdə kiçik rəqəmin durmasıdır. Bəli, doğru. Birin 2-yə, birin 5-ə, birin 10-a nisbəti. Bəli. Kiçiltmə miqyası da böyütmə
miqyasında isə düz çərəskənlik elədim, üzrlü sayın. Böyütmə miqyasında isə ilkin yerdə əlbəttə ki, böyük rəqəm Böyük durur. rəqəmlər. Yəni 5-in birinə nisbəti, 10-un birinə nisbəti. Bəli, bəli. Miqyası ki, Tamamilə doğru. əsasən məktəb və emalatxanalarında birin birə nisbətindən, yəni natural miqyasdan çox istifadə Natural miqyasdan. Bəli, tamamilə doğru. Bəli. Müəllimə bir də o miqyasda ki, məsələn, 1-in 3-ə yoxdur. Birin, bəli, orada çünki o dediyim kimi birin 2-yə, yəni elə bir rəqəm götürülməlidir ki, bütün tərəflər hamısı o Ona bölünür. millimetrini götürdüyümüz tərəflər bölünə bilsin, Bəli. qalmasın. Bəli, 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 bəli. Tamamilə doğru. Yəni mən fikrim açıq aydındır, sadəcə bəs tərəfkənlik bildirirəm. Yəni Narahat olmayın. Elə bəllidir ki, müəllimə, məlumatınız olduğu danışanda bilinir ki, məlumatınız var. Bəs yaxşı müəllimə, onda sizə belə bir sual verim ki, bax, bizim çertiyojda göstərilən ölçümüz 30-dur. Bilirik ki, yəni orada neçə rəqəm göstərsə də millimetrləndir də. 30 göstərilib çertiyojda və bizə miqyas da verilibdir. Deməli, qoy elə bir rəqəm deyim ki, 1-in 5-ə nisbəti göstərilibdir. Bizim həqiqi ölçümüz... Biz 35-i vurmalıyıq. Aha. Bəli, doğru. Həqiqi ölçümüz, yəni... Baxın. 30-u, yəni 5 dəfə böyüdürük də, böyütmə miqyasıdır. Yəni böyütmə miqyasından istifadə edirik. Əslində belə götürəndə miqyasda, yəni real ölçülər çertiyojda yəni olduğu kimi alır. Bəli, bəli, doğru. Amma orada miqyas tətbiq olunanda istənilən bir usta olsun və ya deyək ki, bu işi icra edən bir şəxs olsun, miqyas əsasında bu işi yerinə yetirir. Miqyas belə deyək də, müəllimə, təsvirin görünüşünü elə bizə təsvirin həqiqi görüntüsünü verir ki, nə qədər olduğudur. Əlbəttə, çertiyojun üzərində nə rəqəm varsa, o onun həqiqi ölçüsünü göstərir də, yəni realda. Eyni zamanda müəllimə, eyni zamanda bütün tərəfləri böyütmə miqyası 1-in 5-ə miqyasından, nisbətindən istifadə etmişik də, o zaman bütün tərəflər hündürlükdür, endi uzunluqda, hamısı bunlar 5-ə vurulmalıdır. Bəli, bəli, tamamilə doğrudur müəllimə. Bəs burada mən versəydi ki, müəllimə 5-in 1-ə nisbəti, bunda necə olacaqdı bizim? 5-in 1-ə nisbəti, yəni burada deyək ki, artıq biz birinci yerdə 5 durduğuna görə, ikinci yerdə 1. Deyək ki, burada 5-in 1-ə nisbəti olduqda əksi olacaq. Bəli, yəni 30-u böləcək 5-ə olacaq rəqəmimiz 6. Bəli, tamamilə doğru müəllimə. Düzdür müəllimə. Yəni elə 30 versə, 1-in 1-ə nisbəti də görsətsə, bilirik ki, elə normal ölçümüz bəli, bəli. Bəli, tamamilə doğru. Bəs yaxşı onda deməli, gələk. Aybəniz müəllimə, siz deyin görək məmulatın çertiyojunu oxumaq demək nə deməkdir? Məmulatın çertiyojunu